Mayın 10'unda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək. Temperatur gecə 15-18, gündüz 25-29 dərəcə isti, atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Naxçıvan ərazisində də sabah yağıntı ehtimalı yoxdur. Temperatur 23-25 dərəcə isti olacaq. Azərbaycanın əksər rayonlarında da sabah yağıntı gözlənilmir, lakin gündüz bəzi dağətəyi və dağlıq rayonlarda yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi bildirilir. Duman olacaq, mülayim qərb küləyi əsəcək. Temperatur gecə 14-19, gündüz 26-31 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 17-22 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.